Deməli, mənim İsrail-Fələstinlə bağlı çıxışıma bəzi Azərbaycanlı izləyicilər belə bir irad bildirirlər ki, bəs sən necə Fələstinin tərəfindəsən ki, Fələstin Ermənistana dəstək verib. Mən bu izləyiciləri qınamıram, çünki İsrailin beynəlxalq aləmdə böyük bir lobbiçiliyi və media resursları var ki, onlar Azərbaycanda da çox təəssüf ki, belə yanlış informasiyalarla təbliğat aparırlar. Və bizim vətəndaşlarımız da bu təbliğatlara inanırlar və düşünürlər ki, həqiqətən də Fələstin Ermənistana dəstək olub. Halbuki bütün bu iddialar əlbəttə ki, yalandır, İsrailin qara propagandasıdır. İlk növbədə Fələstin ümumiyyətlə Ermənistana necə dəstək ola bilər? Əgər fiziki olaraq hərbi, maddi dəstəkdən söhbət gedirsə, Fələstin zaten dünyanın ən kasıb ölkələrindən biridir. Hazırda müharibə şəraitindədir. Ərazilərinin 50%-dən çoxu işğal altındadır. Özləri humanitar, hərbi, tibbi və maliyyə dəstəyinə möhtacdırlar. Yalnız indi yox, ümumiyyətlə son 20 il, 30 ildir vəziyyət belədir Fələstində. Yəni belə bir ölkə, özünün köməyə ehtiyacı olan bir ölkə başqa bir ölkəyə necə dəstək verə bilər? Yəni bu ümumiyyətlə bir yalanı deyəndə də, yalanı uyduranda da heç olmasa reallığa bir yaxın yalan uydurmaq lazımdır. Yəni bu dərəcədə absurd, gülünç fikirlər həqiqətən də və belə bir gülünç fikirlərə də Azərbaycan vətəndaşlarımızın inanmasına da həqiqətən də mən təəssüf eləyirəm. O ki, qaldı siyasi dəstəyə. Məsələn, kimsə deyə bilər ki, Fələstin Ermənistana siyasi dəstək verir. O da ki, mümkün deyil. Çünki Fələstin BMT-nin üzvü deyil. BMT-də müşahidəçi statusuna malikdir və ümumiyyətlə səs vermə hüququna belə malik deyil. Yəni demək ki, siyasi dəstəyi də heç vaxt Fələstin Ermənistana verməyib və vermək imkanı belə olmayıb. Eyni zamanda yenə də yanlış propaganda nəticəsində bəziləri deyir ki, Fələstin erməni soyqırımını tanıyıb. İndi baxın, ekranda görürsünüz, armeniagenocid.com saytı ümumiyyətlə erməni soyqırımını, genosidini tanıyan ölkələrin siyahısını dərc eləyib rəsmi şəkildə. Və göründüyü kimi Fələstin o siyahıda yoxdur. Yəni erməni genosidini Argentina tanıyıb, məsələn Uruguay tanıyıb, Almaniya tanıyıb, nə bilim Amerika Birləşmiş Ştatları tanıyıb və digər ekranda gördüyünüz ölkələr erməni soyqırımını tanıyıblar. Amma Fələstin o siyahıda yoxdur. Yəni bu da növbəti bir yalandır. Əksinə, Fələstin prezidenti, istər xarici işlər naziri olsun, hər biri daim Azərbaycanın bu məsələdə yanında olduğunu vurğulayıblar. Hətta Qarabağ müharibəsindən sonra Azərbaycanı qələbə münasibəti ilə də təbrik ediblər. Yəni qısacası, hörmətli izləyici və bu cür düşünən digər tamaşaçılar, belə bir yalan məlumatları inanmayın. Yəni təbliğatın, yanlış, fake informasiyanın, təbliğatın qurbanı olmayın. Çalışın, indi 21-ci əsrdir, internet əsridir. Artıq süni intellekt deyə bir anlayış mövcuddur. Yəni istənilən məlumatı çox qısa şəkildə, saniyələr içində siz araşdıra bilərsiniz, öyrənə bilərsiniz, yoxlaya bilərsiniz və belə bir təbliğat, yanlış təbliğatın da çalışan qurbanı olmuyor. Hər deyilən sözə də inanmayın.